Azərbaycan Qapalı Xəzərin sahilində yerləşən bir Cənubi Qafqazın bir ölkəsidir. Okeana çıxış olmayan. Okeana çıxışı olmayan və burada istənilən istiqamətdə fərqli nəqliyyatın olması bir üstünlükdür. Azərbaycanın son 30 ildə icra etdiyi beynəlxalq layihələr məhz bu deyək ki, elementi aradan qaldırmaq üçün hədəflənmişdi və bu illər ərzində həmçinin də torpaqların işğal altında qalması problemi var idi. Tək bizdə yox, həmçinin Gürcüstanda ənənəvi yolların bloklanmasına gətirib çıxartmışdı. Ona görə bu illər ərzində silsilə böyük layihələr icra olunmuşdu. İlk olaraq nəqliyyatın 5 növü var: boru, hava, dəniz, avtomobil və dəmir yolu. İlk olaraq boru kəmərləri sistemləri qurulmağa başladı. Həm Qara dəniz istiqamətində, çünki bizim əsas ixrac kəmərimiz Rusiya istiqamətində idi, Bakı-Novorosiysk. Birinci alternativ yaradıldı üzü Qara dənizə, Bakı-Subsa kəməri, sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi.